Salam dostlar. Ben Həbib. Bugün də Cəbrailə gəldik. Daha doğrusu gəlmişdik. İndi də gedirik əfəndilərə doğru. Dağılmış evlər var. Burada mənzərəni göstərdim. Cəbraildə çox səssizlik olur. Heç kimsə səs çıxarmır. Sadəcə quşların səsidir. Bu insanı çox rahat edir. Bu da bizim bayrağımız. İndi aşağı düşürük. İndi isə gəlmişik dincəlməyə dostlar. Ben bu Cəbraili çox xoşlayıram da. Uzun yol da olsa çox gözəl. Bu Cəbrailin məndiləri çox maraqlıdır.